Herkese salam değerli izleyiciler. Yeniden ben Reşat ve yeni çekiliş yeriyle sizin görüşünüzde. Değerli izleyiciler, bu video rubrikanı ayın 25'inden önce bırakacağım. Orada olan ayın 25'i çıkacak videodan önce bırakacağım ve kısa metrajlı çekiliş olduğu için buranı da elden vermek istemedim ve sizinle şaparacağım yeri görüşeceğim. Telefon yollarının ve versiyonu kontrol kalmıştı demez. Kimse vardı da. Şimdi şöyle karşımıza ne çıkacaksa bizimle birlikte böyle kesilmezdi. Ve nihayet çekiliş yerine yaxınlaşdım. Xəritədə bu yeri başqa cür görürdüm. Amma görünüşcəsi başqa. Kimsə var burada? Wow. Həmişə kimi çəkiliş yerlərimizi məxfi saxlayacağım. Yuxarıya baxaq. Kimsə var burada? Düz buralarda kimisə də olmağı çox müəmmalı olar. Sadəcə olaraq bəzi çəkilişlərlə rastlaşdığım vəhşi heyvanlar da ola bilər, onun üçün ehtiyat edirəm. Səfərəm yoksa qamışdan düzəlib ya da qamış ağacından. Yox, bambu ağacıdır. Nədir belə bir şey. Değerli izleyiciler, ilerlemeye devam. Wow. Bak bu yer axtarırdı. Ayaq kök qalmışdıq, məni çaşdırdı. Görünüşüncə də qorxum. Kimsə var burada? Qəribə səs gəldi arxamdan. Əziz dostlar, həm görünüşü üzə, həm də ərazi üzə çox qorxulu yerlərdən birindədir və içərisinin darmadağın olduğunu da görün. Ben de qeyd eləmək istəyirəm ki, kanala abunə olun, rəylərinizi videonun altında qeyd edin. Nədir belə? Məscidə də oxşuyur, vaxtdan qalma. Kimsə var burada? Kilsəyə də oxşuyur. Değerli izleyiciler, çekilişimiz devam ediyor. Kısa metrajı çekeceğim. Desenə də bunun içindən ibarətdir. Belə balaca bir ləkən var. Qalxaq. Wow. Yarasa var. Yarasa da yapmıştı. Nereden yarasa? Aziz dostlar, çəkilişimizi yekunlaşdırıram.
25-də çıxan çəkilişdə izləməyi sizə tövsiyə edirəm.